Vətəndaşlar iddia edir ki, onlara məlumat verilmədən evləri sökülür. Söhbət Yasamal rayonu Alatava bir adlanan ərazidən gedir. Bəzi vətəndaşlarla razılaşma olub, evləri sökülüb. Ancaq bəzi sakinlər deyir ki, digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır. Mən evdeydim, gördüyüm mənzərənin şahidi danışım sizə. Qonşunun uşağı traktorun səsini eşidən kimi yeməyimi qoyub qaçmışam ki, qonşunun uşağının üstündə 2 dənə kubik, az qala çox. Yaşayış sahəsi və torpağım var idi. Bayram günündə, Novruz bayramında uçurtdu öz başına. Torpağımı zəbt elədi, zaboru çəkdi, hördü. İndi 2 mərtəbəli evim qalıbdı. İndi də başlayıb onun ətrafını, böyrünü, başını uçurtmağa. Bugün də səhər evimin önünü uçurdu. Suları kəsiblər, xəndəyə qazıblar, sular xəndəyə dolsun, evlərin altına geçsin. Belə zülüm olmaz. Gecə saat 9-dan sonra cəmaatı narahat eləyir, başlayır zəng eləməyə. Sizin evinizi Suriyə döndərəcəyin, siz görərsiniz, baxarsınız. Nə vaxta kimi belə olacaq? Bunun bir axırı, bir sonu olmalı ya yox? Məsələ ilə bağlı tikinti şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb. MTK ilə başqa bir podratçı şirkət arasında bağlanmış xidmət müqaviləsi var. Podrat müqaviləsidir, subpodrat müqaviləsi. Həmin müqavilə əsasında işlər görülür. Əgər oradakı sakinlərin hər hansısa bir yaşayış sahəsinə həmin podratçı şirkət tərəfindən bilərəkdən, bilməyərəkdən və ya səhlənkarlıqdan və ya lazımi davranış göstərilmədən hər hansı bir zərər yetirilibsə, mən tövsiyə edərdim ki, həmin vətəndaşlar müraciət eləsinlər həmin subpodrat şirkətinə və danışıqlar aparsınlar. Şirkətin hüquqşünası onu da bildirdi ki, razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət eləyə bilər. Fidan Əsədli, Yusif Kərimli, Zöhrab Şirinov, Xəzər xəbər.